Esselamu Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Çok değerli ve aziz dinleyicilerimiz, bizi yaratan Allah'tır. O azametli ilahın ismi Allah'tır. Allah isim ve sıfatleriyle tanınır. Onun sıfatları vardır. Hemin sıfatlerden de biri ve isimlerden El-Alim. Yani El-Alim, ilim ismine ve sıfatına malik olan, her şeyi bilendir. Buna şek yoktur. Düşünmeyin ki bizi təbiət yaratıp, təbiəti yaddan çıkartmak ki sen məhv Təbiət heç özünü qoruya bilmir. Senin özünün məhv edebileceği bir kəs seni necə yarata bilər? Özünü senin şerrindən, əlindən qoruya bilməyən bir zavallı, yazıq təbiət necə yaratıcı ola bilər? Gör təbiətin nə günü qoymuşsunuz. Fəsillərə belə təsir eləyib. Yay qışa, qış yaya qarışıb. Yaratan o deyil. Təbiət yaratılmışdır. Və təbiəti də mükəmməl bir proqramda yaratan da El-Alim sifətinə malik olan, hər şeyi biləndir. Baxın, bundan önce hardaydık biz? Hələn bildiğimiz mərhələyə qayıdaq. Bilmək istəmədiyiniz mərhələyə toxunmayacağım. Ana bətni. Ana bətnində olarkən, ana bətnində sizi yaratan El-Alimdir, elmi vardırmı, elm sifətinə malikdirmi, yoxsa siz bunu yenə inkar edəcəksiniz? O ana bətnində ikən sizə ana bətnində əsla ehtiyacı olmayan gözlər yaratmışdı nədənsə. Bəbəklər yaratmışdı. Mükəmməl görmə bir projesi düzəltmişdi gözün içində. Halbuki ana bətnində bu gözlərə və bu şeylərə ehtiyac yoxdur. Hələm göz qapaqlarını demirəm, üzərindəki qaş və kiprikləri demirəm ki, bunlar tozdan, bakteriyadan və çox şeylərdən qoruyacaqdır sizi. Həmçinin zəhərli günəş şüalarından. Ana bətnində əsla ehtiyacı olmayan bir burun yaratmışdı. Tənəffüs sistemini ağciyərlərə birləşdirmişdi. Bunların nə ağciyəri, nə burnun ana bətninə heç bir əlaqəsi yoxdur. Ehtiyacı da yoxdur. Sizə böyrəklər yaratmışdı. Halbuki ana bətnindəki qəbul etmə və ifraz etmə, üzr istəyirəm, tamam başqa bir yolladır. Ana bətninin içinə bağlı olan bir xortum, göbək xortumuna bağlıdır. Qida da oradan gəlir və hər bir şey oradan dövrən edir. Ananın qanıyla qidalanır. Ananın içindən qidalanır. Buna beraber Allah Azze ve Celle elin sifətinə malik olmasaydı, acaba o ilah, hər şeyi əvəzdən bilən, ana bətnində ne için, sizin üçün? Ana bətnə əsl əlaqəsi olmayan və ana bətnində ehtiyacı olmayan dodaqlar, damaqlar, möhkəm damaqlar yaratmışdı. O damağa güc ve qüvvət vermişdi. O damaq, o ağız, o çənə ana döşünü əmməyə qadir olsun deyə 9 aya kimi möhlət vermişdi. Ondan tez çıxan bilirsiniz uşaqları hara qoydular. Çünkü artıq onun gücü yoxdur ağzında, damağında, çənəsindəki ana döşünü əmsəli. Bu nədir? Ana bətnindən çıxmaqla körpə uşağı neynirlər? Ananın üzərinə qoyurlar. Uşaq həmən gözləri görməyə, hətta gözləri bağlı. Ve gözler o müddətli görmür hikaye kimi, bilirsiniz. Həmin körpə uşaq hemen anasının, üzr istəyirəm, döşünü tapır və oradan südünü əmir. Və bir neçə ay müddətində onun süddən başqa heç bir qidası olmaz. Onun mayesi de, yemeği de, qidası da süddür. Acaba o döşü tapmaq ağzı vasitəsilə, gözü görmədən və onu, o südü oradan sormaq, əmmək elmini ona kim öğretmiş? Orada ders mi keçdi, təlimat mı keçdi? Bunu ilham eden var. Bu çənəni bu kadar mükemmel, güclü yaratan var. Ana bətində bunu hazırlayan var. Hələm ana bətindəyikən ona barmaqlar yaratmış. Və barmaqlara dırnaqlar, hətta barmaq izləri belə geyindirmişdi. Bunların heç birinin ana bətni dünyası ilə, keçmiş dünyanın əlaqəsi yoxdur. O, gələcək dünya, o dünya ki buna artıq gəldik, çıxdıq. Bu müsibət dünya, bu fitnə dünya, bu bəla dünya, Allah'ı asanlıkla inkar eləyən tərbiyəsiz və Allahsız və möhlət dünyası buna deyirlər. Elə belə möhlət dünyası demirlər. İstədiyinizi eləyin. O səbir edəndir.
Torpağın üzerinde ona karşı edebli olmayan, torpağın altında ona karşı çok edebli olacak ama çok gece olacak. Onu orada ele edeblendirecekler. Açsak hiç ne görmeyecek, hiç görmeyecek sizde. Çünkü edeblenen ruh dünyasında olan, barzak dünyasında olan ruhtur. Neyi var? İşkenceler görür. Bedense işi torpakta yiyilmektir. Kıyamet günü görüşerik. Vesaire ile ahir. Acaba ana betindeyken insanı bu şekilde mükemmel yaratan bilendir mi, yoksa hiç neden haberi olmayan bilmeyendir? Bilendir. Bilendir. İnsanı elə bir şekilde yarattı ki, o ana betinden çıkandan sonra növbəti bir dünya, bu dünya hayatı için yarattı. Ona gezen ayaklar verdi. O ayakların ana betinde hiçbir mahiyeti yoktur. Aksine ananı təpirləməkdən, ona incitməkdən, sancı verməkdən başka bir şey getirmedi. Özü de ayaklar onun için orada artık bir şeydi. Yani orada sıkılırdı. Herden belə çönürdü, herden belə çönürdü. O ayaklar ana betinin dünyası için değildi. Gelecek üzerine çıkacak o dünya içiniydi. Bu ışıklı dünya içiniydi. Eller yarattı. O ellerin ana betinle hiçbir alakası yoktur. Ana betinin dünyasına lazım değil. Nece Allah subhanahu ve teala bizi bu dünya için yaratmıştı, muhayyi eləmişti. O dünyaya uygun ana betini dünyasında bizi o şekilde hazırlamıştı. Eləcə de bizi ahiret dünyasını hazırlamak için bir kitap nazil etti. Bundan önce de kitaplar nazil etmişti ve peygamberler gönderdi. Bizi daha növbəti dünyaya hazırlayır. O dünya daha çətindir, daha mürekkeptir, daha büyüktür ve ebedidir, tükenmeyen dünyadır artık. O dünyaya hazırlık gören, ahiret dünyası değildir. O dünya, ahiret dünyasına hazırlık gören necət tapacaktır. Gelen bu kitabı kabul etmeyen, hazırlık görmeyen xəsarət içinde olacaktır. Aldın her bir cihazın, her bir dəzgahın, her bir aparatın, her bir qurğunun, ister soyuducu olsun, ister televizyon plazası olsun, ister paltar yuyan, ister qab yuyan maşın olsun, içinde pasport olur. Pasportunu çıxardırsan, baxırsan, görürsən ki, bunun funksiyası neden ibarətdir, nə tələb olunur, hansı halda, hansı şeylərdə istifadə etmək qadağandır, əks halda bu dağılır, xarab olur. Temperatur bu olmalıdır, həcim bu olmalıdır, sürət bu olmalıdır. Bunu əməl eləməyən itirir onu. Bəs bu boyda vücudu yaratan ona hiçbir mi pasport vermeyip, ne yiyeceksen, ne içeceksen, nece oturacaksan, nece duracaksan ve nece olacak ki sağ kal, salamat kalacak, sabit kal ve obur dünyada da kurtulacaksan. Hemin bunu da açıklayana Allah'ın kelamı değildir. Kur'an-ı Kerim bundan önce Allah Teala İncil'i ve Tevrat'ı ve Zabur'u ve diğer kitaplarını nazil etmişti. Hele bilirsen ki insan əbəs yere yaratılmıştı. Kosmosa çıkan insanı gördün mü? Desem ki sana, o kosmosa çıkanın paltarlarını Selyan'daki bir balıkçı hazırlayıp sonra verip onlara, onlar da beğenip o paltarı ve kosmonavtları giyindirip sen bana ne diyersen? Dersen kardeş benimle mezelenirsen kosmosa çıkan insanın paltarını büyük insanlar, alimler hazırlayıp. Çünkü o paltar hem təzyiqə, hem temperatura, hem de kislorod olmayan atmosfere hazırlık olan bir şekilde hazırlanmıştı. Elə materialdan ki o material yanmır, müəyyən temperatura dözür, sıxlığa dözür, təzyiqə dözür vesaire vesaire vesaire. Kosmosa uygun yaratılmıştı. Elə değil mi? Onu alimler müəyyən bir laboratuvarlarda, müəyyən bir yerlerde hazırlamışlar, düşünülmüş, fikirləşilmiş. Deməli onu hazırlayanlar alimlerdir. Ama bu boyda mükemmel bir məxluqu ana bətnində hazırlayanın elmi yoktur. Bilmir, eləmi heç nə? Birisi Allah bilir, Allah bilir. Allah özünü tanıttı kitabında. Vay olsun onu tanımayanlar ve ahireti inkar edenler. Görüş gün oradadır. O gün yevmül hasra, peşmançılık günüdür. Nedamet günüdür. O gün peşmançılık hiçbir fayda vermeyecek. Nedamet hiçbir fayda vermeyecek. Bu dünya mühlet dünyadır. Mühlet dünyasıdır. Bu dünyada ne istesen danışabilirsin. Targovun yükselerine çıkıp mikrofonda ağzına geleni, İzzet ve Celal sahibinin şanına istediğini söylürsen günleri. Uffetmeden, ne göyden başına bela gelir, ne ayağının altından yer açılır.
Niye göre? وَلَا تَحْسَبَنَّ اللّٰهَ غَافِلًا عَمَّ يَعْمَلُ الظَّالِمُونَ. Allah'ın zalimlerin ettiklerine karşı gafil olmağını düşünme. İnneme yuakhiruhum liyevmin teşhasu fihil absar. O mühlet vermişti. Tehire salmıştı ezabı, ikabı, terbiyeni o güne mühlet verip saklamıştı. Hansı güne? O gün dehşetinde onların gözleri bərələcəkdir, tersine çevrilecektir. Dehşetten, vəhşetten, hadisenin böyüklüğünden. Qəlbləri qorxularından yerindən qopup xirtlərin yerində oturacaktır. Qəlbin yeri boş kalacaktır. وَاَفْئِدَتُهُمْ هَوَا. O dəhşətli gün fayda vermeyecektir. Bu dünyada istediğini danışabilirsen, istediğini yedebilirsen, istediğini içebilirsen, istediğini edebilirsen. İstemirsen, tanıdığın ilahın tanımak, subhanallah, insan da onu yaratana karşı bu kadar mı saygısız, edepsiz, bu kadar mı nankör olar? Kelle innel insane leyatqa. Amma xeyr, insanoğlu həqiqətən həddini aşar. Özünü artıq heç nəyə ehtiyaclı zənn etdikdə, ehtiyaclığı görməyəndə, özünü zəngin görəndə, heç nəyə möhtac olmadığını hiss eləyəndə. İnnel insane lekefurun mubin. Həqiqətən insan apaçıq bir nankördür. Digər ayet-i kerimdə həqiqətən insan Rəbbinə qarşı çox nankördür. Doğrudan dəhşət bir şeydir. Bu qoskoca güneşi sənə görə yaratıb. Güneş sənə görə işləyir, çalışır. Şualarıyla, gecəni gündüzlü bir-birinə çevirməklə. Allah Teala bunun hamısını sənin üçün yarattı. Ayı da, güneşi də, vaxtı da, zamanı da. Qara torpaq, qara torpaq, qara torpaq. Bir madde ile suvarırlar. H2O. Mendilif cədvəlinə baxsaq sudur. Water. Bir madde ile bir qara torpaqdan kırmızı, pembe, tündü, acısı, zəhər kimi acı, bal kimi şirin, renkleri hərdən eyni olan, hələ başqa renklər demirəm, tamları, dadları, leziz, müxtəlif şeyler yarattı. Bax, kırmızı biber hara, kırmızı pomidor hara, kırmızı gilas hara. Renkleri başka, tamları başka. Hele renklerini değiştirsek, biri sarı, biri kırmızı, biri kavalı, biri alça. Ağız damağındaki olan bütün zövqlərə uyğun her bir şey artıqlamasıyla əta etdi, Rabbim yarattı. Bir dənə su, H2O, bir dənə suyla, bir dənə torpaqdan birbirine benzemeyen tamı, tadı, lezzeti, çeşidi, rengi, halı, ehvalı, sifəti, keyfiyyəti birbirine benzemeyen meyveler ve tərəvəzlər. Çöreği de torpaqdan çıxardırsan, ay nankör insan, nə tez yaddan çıxartdın. Buğda, sonra buna çevirirsən, sonra suyla qatırsan, sonra xəmir edirsən, odu da o sənin üçün yaratıb ram elədi. Ondan faydalanıp ve ondan Allah'ı zikir edip ahiretten korkasan diye. Gör yemekleriniz hardan çıkır. Süfrenize bir bakın, hardan gelir bu nimetler. Bunları sana kim ilham etti, kim öğretti? Hardan bunlar geldi? Bunlar hamısı el-alim, ilim sıfatına malik olan, her şeyi bilen tarafından sana ilham edildi. Allemel insane ma lem ya'lem, Kur'an ifadesiyle, ve insana bilmediklerini öğreten odur. Allahu Ekber. Görsen neler etti. Seni şerif etti, şerif, hürmetli, izzetli. Öz sıfatlerinden sana verdi. El-alim sıfatı. Sen ilim sıfatına maliksin ey insan. Derrake verdi, şuur verdi. Hayvanlarda, kuşlarda olmayanı sana verdi. Ve seni böylelikle onların üzerine ağa seçti. Ve sen bununla beraber, buna rağmen onlardan fərqli olaraq Rəbbini tanımırsan. Vallahi heyvanlar, quşlar, həşəratlar, suda, istərsə səmada qanat çalanlar, bunların heç biri Allahı inkar etmir. Öz ruh dünyasında, öz mənəvi dünyalarında, öz şuur dünyalarında. Və onlar da Allah-u Teala'ya bizim bilmədiyimiz bir keyfiyyətə təsbih edir. Yəni ibadət edir, biz bilmirik, biz dərk eləmirik. Ve onlar bizden farklı olarak öz bahaim, heyvaniyet alemini yaşıyorlar ve Allah'a asi olmurlar. Cızıktan çıkan bizik, biz, Allah korusun. Sübutu nedir? Ve in min şeyin illa yusebbihu bihamdihi velakin la tefkahune tesbihahum. Yerlerde ve göğlerde
Yerlerde ve göylerde ele bir şey yoktur ki Allah'ı tesbih etmesin. Subhanallah ve bihamdi. Subhanallah azim. Allah münezzeh ve paktır. Bütün noksanlardan ve her şeyden ucalardan ucadadır. Ve ona hamd olsun. Yerlerde ve göğlerde ele bir şey yoktur ki Allah tesbih etmesin. Siz idrak etmişsiniz. Siz derk etmirsiniz. Biz derk etmirik. Hakikaten Allah-u Teala'nın yerde ve göğde olan her bir şey tesbih edir. Vallahi bir defa yaşayırıq. Ve bir defa öleceğiz. Ve bir defa dünyaya geldik. Bu şəksizdir. Ve hesap dünyasına taraf hamı gedir. İster 1000 yıl bundan qabaq yaşayanlar, ister 2000, 3000 vesaire. Ve qəbir dünyası dayanacaqdır, gözleme yeridir. Ama elə belə gözleme yeri değil. Oralar zülmət qaranlıqdır. Oraları senin imanın ve imanından fışkıran ve meydana gelen bu səmərəsi olan namaz, gecenin bir vaxtında zülmətdə getdiyin zülm namazına addımlarını ışıqlandıracaqdır. Verdiğin sədəqə nəfəqə, senin imanından ortaya gelen netice olan bu salih əməllər oranı yalnız ışıqlandırır. Ora lampa düşürmeye ihtiyacı yoktur. Mollanı getirip onun üzerinde Yasin-i Şerifi okumağın mənası yoktur. Oranın senin əməlləri, senin buradan apardığın əməlləri ışıqlandırır. Qıraqdan verilen şeylerin hiçbir orada təsiri yoktur. Sen orada salih işlerine nur dünya, öz zülmət dünyayı nurlandırmalısan. Qəbirlər zülməttir. Zülmət olması bəs değil. Həqiqətən qəbirlər Allahu Akbar, hem de ki Allah-u Teala'nın dünyada sabrettiğinin ahiretin ilk esnası olduğuna göre edeb verdiği yerlerdir. Orada işkence var. İnne ledeyna enkâlun ve cehîme ve ta'âmen zâ gussatin ve azâben alîme. Bizim yanımızda zenciller, bizim yanımızda kandallar, bizim yanımızda demir topuzlar vardır. Bunlar hamısı qəbirdedir. Çünkü ahiret artık oradan başlayır. Ona göre Osman İbni Affan deyir ki, çünkü qəbir ahiretin ilk əstanasıdır. Kim orada kurtularsa bundan sonra daha asan olacaktır. Qəbir dünyasına sonra gelen daha asan olacaktır. Kim orada kurtulmazsa bundan sonra gelenler daha beter olacaktır. Hemşe hadis-i şerifte Allah Nebisi sallallahu aleyhi ve sellem buyurur ki, qəbirdən daha qorxusu yok, daha beteri yoktur. Niye göre? Çünkü qəbirə sen qoyulanda tek qoyulacaqsan. Qəbrə qoyulanda tək olacaqsan və orada tək qalacaqsan. Orada nə mərhəmətli ana yoxdur, nə şəfqətli ata yoxdur, nə əziz balan, qızın, oğlun yoxdur. Nə uşaqların, övladların yoxdur. Hamı səni tərk edib gedəcək. Orada tək qalacaqsan. Zülmət qaranlıqda üstü örtəcəklər. Və bundan sonra hesab başlayacaqdır. Əzab və işgəncə başlayacaqdır. Sən orada elə gözəl ədəbləndirəcəklər ki, dünyada etdiyin hər bir şeyə görə. Necə burada asanlıqla danışırdın istədiyini. Danış, istədiyin qədər danış. Ama bir hesap vardır. Allah subhanahu teala muhafaza eylesin dünya ve ahirette. İmanda bizi sabit kadem eylesin. Ve bizi sefehlerin şerrinden ve dilinden korusun. Bizi nura, Allah'a çağıran hudatul muhtedin etsin. Hâdâ ve sallallahu ve sellim ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in.